Mağazadaydım, qonşular zəng elədi mənə ki, evimiz yanır. Xəbərdarlıq olmadan qazı bırakıblar. Kül olub hamısı, pulumuz, qızılımız. Bütün ev yanıp tamamıyla küllü küf olubdu, küle dönübdü. Abisi Eda. Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb. Hadisə rayonun Mollakənd kəndində qeyd alınıb. Belə ki, kənd sakini Yeganə Tağıyevaya məxsus ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqlı və mətbəxdən ibarət olan ev anidən alışıb. Nəticədə evin 105 kvadrat metri əşyaları ilə birlikdə yanaraq külə dönüb. Magistral xəttə qəza baş verib, qazı söndürüblər, axşamdan söndürüblər. Qaz burada evin içində açıq qalıbdı. Qazı bərpa edəndən sonra xəbərdarlıq olmadan qazı bırakıblar və elektrik enerjisinin aydındır da qaz tez partlayar. Və qaz xəttinin partlaması nəticəsində evə qaz sızması nəticəsində bu hadisə baş verir. Bütün ev yanıb tamamıyla küllü küf olubdu, külə dönübdü. Valla səhər hamımız çıxdıq getdik. Axşamdan işıqlarımız da söndü, qazlarımız da. Öydə körpə 3 aylıq çağamız var. Özümüzlə gedəndə apardıq, nənəsi ilə qoyduq ki, soğuk olacaq uşağa, iğnə dərmanla saxlayırıq. 3 ildir aldığımız, qazandığımız o körpə idi. Getdik, mağazadaydım, qonşular zəng elədi mənə ki, evimiz yanır. Hadisəyə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Evin 45 kvadrat metr hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, yanğının qaz sızmasından baş verdiyi ehtimal olunur. Orada alışma geliyor. Esas orada orada yanıyor. Sağlamak falan geliyor. Sadece oraya gelmedi diyor. 50 ildən bəri bunların yığdıqları nə var idisə, dövləti, nə var idisə hamısı yandı getdi. 100 mindən yuxarı bunlara ziyan dəyibdi. Evdə 4 baş ailədir. İndiki şəraitdə qışın günündə bunlar harda qala bilər? Xahiş edirik, aidiyyəti qurumlar müəyyən dərəcədə bu ailəyə kömək eləsin. Az təminatlı ailədirlər. Bunlara müəyyən dərəcədə köməkli eləsin. Heç olmasa bu qışın günündə müəyyən bir şərait yaradıla bilsin. Maşın tuttum oradan, yügürə gəldim, əlim heç nəyə çatmadı, heç nə. Nə içəri girmək oldu, hamısı yanıb tökülüb, kül olub, hamısı, pulumuz, qızılımız. Hər şeyimiz. Neçə baş ailə yaşayırsınız? 4 nəfər. Gedəsi yeriniz var? Yox, heç aramız yoxdur. Heç aramız. Məsələ ilə bağlı Mollakənd kənd bələdiyyəsinin sədri Ağamir Həsənov Denəstəviyə bildirib ki, yanğın olan evə kənd bələdiyyəsi tərəfindən baxış keçirilib. Dəymiş ziyanla bağlı kənd sakini Yeganə Tağıyevaya müəyyən köməklik göstərilməsi nəzərdə tutulur. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsadov, xüsusi olaraq Dinastiv üçün.